Bizim müharibə haramla yaraşır. Müharibə istəyənin quyruğu suda gələk. Əgər yenə müharibə istəyirsə, pualara hazır olun, part, cum. Haramla yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şair var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayalik Sakiyev bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də, yekə-yekə danışırdılar. Ayaliklə Bako Sakiyev'ə şəxsən yığdım ki, çıxın oradan cəhənnəm olur. Sinələri veriblər qabağa gendroz belə. Axırı da oldu, hamısını doldurdular Qəzəlli Sübaşının quldasına, apardılar Bakıya. Dedim, bu Azərbaycan ordusudur. Mən dedim, eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli, yekə-yekə danışan Sərkisyan idi, Koçaryan idi. Opşum, şəhərləyənlər hamısı qaçıb gizləmişdir. O haniyana yığdım, dedərsən öz arıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi, gələmərəm, dedim, cəhənnəmə gəl. Hələ biri var, Ruben. Ursetdən vurub gəlib pay yaptı onunla. Bu adamda başdan başqa hər şey var. Qorxusundan nə təri əsilsə, elə orada da bunu soxurlar, qoduqluğa götürüb gedirlər. O gün yazıq, niyə məhkəməmə gəlmişdir? Gəlib ora, aparıb məndə salsınlar sənin yana. Hansı yaxşı əməl adı ora?